Salam əziz şagirdlər və müdavimlər. Bugün biz sizinlə bəzi təsvir və ifadə vasitələrini keçirik. Elə birbaşa vaxt itirmədən izahımıza keçək və burada xırda bizi gözləyən nüanslarla tanış olaq. Deməli, ilk olaraq bəzi təsvir vasitələrindən başlayaq. Ümumiyyətlə, bəzi təsvir vasitəsi nədir? Biz bilirik ki, sən bir əsəri yazmaq üçün orada mütləq əsərin daha cazibədar olması üçün məcazlardan istifadə eləməlisən. Sənin məcazlardan, məcazi mənalı sözü istifadə etmə bacarığın sənin nə qədər yaxşı yazısı olduğu ortaya qoyur. Və bizim bildiyimiz o məcazlar müəyyən hissəsi bəzi təsvir vasitələri kimi bizə təqdim olunur. Gəlin görək, hansı bəzi təsvir vasitələrimiz var. Onlardan birincisi epitetdir. Epitet nədir? Yadda saxlayaq, biz Azərbaycan dilindən təyin anlayışını keçmişik. Necə, nə cür hansı suallarına cavab verən sözlər təyin hesab olunurdu normalda. İndi epitet ümumiyyətlə məcazi mənalı təyinə deyilir. Yəni sənin təyinin, yəni necə sualına cavab verən sözün bir şeyin qabağına gələrsə, həmin suala cavab verərsə, həm də məcazi olarsa artıq epitet hesab olunacaq ədəbiyyatda, ədəbi nümunələrdə. Məsələn, solmuş arzular sözündə, solmuş sözünə baxaq, birinci şərtimizi ödür, yəni bu məcazidir. Eyni zamanda da solmuş necə sualına cavab verir, necə arzular, solmuş arzular. Sənin ikinci şərtivi də ödür. Bu iki şərtivi ödəyirsə, yəni həm məcazi, həm də belə bir anlayışla, yəni necə sualını verə bilirsənsə, avtomatik olaraq bu sənin üçün epitet hesab olunacaq. Və yaxud ki, məsələn, qızıl ümidlər. Bu da avtomatik olaraq epitetdir, çünki ümid qızıl ola bilməz, burada bir məcazilik var. Gəlin cümlədə baxaq. Qızlar qaralmış saçlarına solğun nəzərlərlə baxırdılar. Səndən soruşsa ki, cümləndə epitet varmı? Var. Hansı nəzər, necə nəzər? Solğun nəzər və eyni zamanda da solğun sözü məcazidir burada. Çünki nəzər, yəni baxış heç vaxt solğun ola bilməz real həyatda. Amma mən desəm ki, solmuş çiçək, burada avtomatik olaraq epitet yoxdur. Çünki solmuş sözü burada necə sualına cavab versə belə, həqiqi mənada işlənmişdir. Yəni bir çiçək həqiqətən də solmuş ola bilər. Zaten solmaq çiçəyin xüsusiyyətidir. Ona görə bu epitet deyil, amma solğun nəzər sözü epitet kimi işlənir. Epitetdən sonra ikinci bəzi təsvir vasitəmiz təşbehdir. Deməli, təşbeh nəyə deyilir? Epitetin adı bədi təyin edirsə, təşbehin digər adı bənzətmədir. Təşbehdə biz bir əşyanın əlamətini, bir əşyanın xüsusiyyətini başqa bir əşya ilə müqayisə edib bənzədirik. Məsələn, deyirəm ki, Murad aslan kimi güclüdür. Mən aslanın güclü olmaq xüsusiyyətini kimə bənzətdim? Murada bənzətdim. Yəni, Muradı nəyə bənzətdim? Aslana bənzətdim. Hansı xüsusiyyətinə görə? Güclü olmaq xüsusiyyətinə görə. Və yadda saxlayaq ki, təşbehdə əksər hallarda biz kimi, bir də tək qoşmasından əksər hallarda istifadə edirik. Bənzətmə qoşmalarından belə deyək. Təşbehin əsasında 4 dənə komponenti olur. 1 bənzəyən, 2 bənzədilən, 3 bənzətmə qoşması, 4 də bənzətmə əlaməti. Cümləmizin üzərində baxaq. Murad aslan kimi güclüdür sözdə bənzəyən kimdir? Murad. Bənzədilən şey nədir? Aslan. Bənzətmə qoşması hansıdır? Kimi. Bənzətmə əlamətidir, yəni güclüdür sözüdür. Bu əlamət olaraq işlənmişdir. Bu dördü də işlənəndə sənin bu təşbehin olur müfəssəl, yəni geniş təşbeh. Amma bəzən ola bilər ki, mən bu komponentlərdən 3-ü və 4-ü cümlədə işlətməyim. Elə birbaşa deyim ki, Murad aslandır. Belə təşbeh nümunələrimiz də var. Bu da olacaq mükəmməl təşbeh. Yəni, ixtisarlaşdırsam olur mükəmməl təşbeh, amma 4-ünü də bir yerdə işlətsəm olur müfəssəl təşbeh. Bunu yadda saxlayaq. Və bu dəfə başqa nümunələrə də biz rast gələ bilərik. Məsələn, deyirəm ki, sən şir kimi məsələn, qorxmazsan və yaxud da tülkü kimi qorxaqsan. Belə nümunələrin hamısı demək olar ki, bizdə təşbeh götürüləcək. Sən təşbehdə nəyə fikir verməlisən? Təşbehdə mütləq, bu 3 ilə 4-ü silə bilsən belə, 1 ilə 2 qalmalı. Yəni, həm bənzəyən, həm də bənzədiləni mən cümlədə saxlamalıyam. Təşbehin təməl şərti budur, bizdən tələb elədiyi anlayışdır. Təşbehdən sonra təşbehə müəyyən qədər bənzəyən bəzi təsvir vasitəmiz metafordur. Metafor nə deməkdir? Təşbeh bənzətmə edirsə, metafor köçürmə deməkdir. Bir əşyanın əlamətini başqa əşyanın üzərinə köçürürəm mən. Əşya da deyəndə insan özü də əşya hesab olunur Azərbaycan dilçiliyində. Buna görə də özü çaşdırmayaq. Burada metaforda köçürmə necə olur? Məsələn, ağlamaq nəyin xüsusiyyətidir? Təməl olaraq insanın xüsusiyyətidir. Mən desəm ki, buludlar ağlayır.
Burada insanın bu xüsusiyyətini köçürdüm nəyin üstünə? Buludun. Deməli, köçürmə baş verib. O zaman olacaq metafor. Təşbehdən fərqi nədir bunun? Bax, təşbehdə mən həm bənzəyəni, həm də bənzədiləni cümlədə işlədirdim. Yəni, bənzəyən də işlənirdi, bənzədilən də işlənirdi. Məsələn, Murad aslandır deyirdim. Bu təşbehdir. Metaforda isə bunlardan yalnız birini işlədə bilərəm. Yəni, ikisini bir anda işlədə bilmərəm. Məsələn, buludlar ağlayır cümləsində, baxın, burada ağlamaq sözü insanın xüsusiyyəti köçürdüm buludun üstünə. Bu oldu metafor. Amma desəydim ki, buludlar insan kimi ağlayır, o təşbeh olacaqdı. Çünki artıq həm buludun adını çəkmişəm, həm də insanın adını çəkmişəm, ikisini də işlətmişəm. Amma burada isə yalnız buludun adını çəkməyinin birini işlədirəm və olur sənin üçün metafor nümunəsi. Yəni, təməl fərq təşbehlə burada özünü göstərir. Gəlin metaforun başqa nümunələrinə baxaq. Məsələn, deyir ki, çiçəklər qollarını açaraq oynayırdı. Oynamaq insanın xüsusiyyətidir, qolunu açmaq da insanın xüsusiyyətidir. Köçürmüşəm nəyin üstünə? Çiçəyin üstünə. Deməli, burada da metafor nümunəsi işlənmişdir. Bu feildə məsələn köçürmədir. Bir də var sifətlərdə, əlamətdə köçürmə. Məsələn, dəniz laldır deyirəm. Lal bir əlamətdir, xüsusiyyətdir. İnsana məxsusdur. Köçürdüm mən bunu dənizin üstünə. Burada da köçürmə prosesi baş vermişdir. Bu da sənin üçün metafor olacaq. İndi mən sizə sual verim. Desəydim, əgər dəniz insan kimi laldır, bu nə olacaqdı? Dəniz deyəndə, yəni bizim bildiyimiz Xəzər dənizi kimi dəniz nəzərdə tutulur. Yəni insan adı başa düşməyin. İnsan adı olsa, o artıq heç bir bədii təsvir vasitəsi deyil. Dəniz məsələn desəm ki, insan kimi laldır, olacaq sənin üçün təşbeh. Çünki orada həm dənizin, həm də insan adını çəkmişəm. Biri olanda metafor götürəcəm. Metaforun bəzi nümunələri də var. Məcazi xitablar formasında özünü göstərir. Məsələn, sən məni sevmirsənmi gülüm? Burada gülüm sözü metafordur. Ümumiyyətlə, belə məcazi xitabları metafor götürəcəyik. Niyə metafordur? Çünki yenə də mən köçürmə eləmişəm. Məsələn, sevdiyim insana gülüm deyə xitab eləmişəm və yalnız bir dənə ad çəkilib. İkisi iki komponentdə burada işlədilməyib. Və belə, məsələn, gülüm, arım, balım, pətəyim sözlərini siz mütləq şəkildə metafor götürməlisiniz. Bu belə. Yəni, metafordan sonra gələk digər bədii təsvir vasitəmizə, metonimiya. Metonimiya nə deməkdir? Metonimiya ad dəyişmə deməkdir. Metafordan fərqi nədir? Metonimiyada nəzərdə tutulan bir söz əvəzinə başqa sözdən istifadə olunur və onun adı dəyişdirilir. Məsələn, sənin sinifin sakitdir, sinifdəki uşaqlar hamısı sakit olub dərsə qulaq asırlar. Mən sinifdəki uşaqlar sakitdir yerinə deyirəm ki, ya da uşaqlar sakitdir yerinə adı dəyişib deyirəm ki, sinif sakitdir. Belə hallara biz metonimiya deyirik. Və yaxud da ki, Bakı, məsələn, radiosundan danışılırsa, mən deyirəm ki, danışır Bakı. Burada da metonimiya var. Yəni, Bakı şəhər olaraq danışa bilməz. Orada bir insanın danışmasından söhbət gedir. Süleyman Rüstəmin Təbrizim şeirində inversiya var, mən düz yazmışam. Təbrizə xitabən deyir ki, sən çıxdın qarşıma duzla çörəklə, ey Təbrizim. Təbriz şəhəri özü şəhər olaraq müəllifin qabağına duzla çörəklə çıxa bilməz ki. Onun xalqı çıxır duzla çörəklə müəllifi qarşılayır. Burada da metonimiya var, çünki Təbrizin xalqı yerini Təbrizim sözündən istifadə olunmuşdur. Metafordan fərqi budur ki, məsələn, metaforda sözün altında başqa məna yatmır. Məsələn, buludlar ağlayır deyəndə, orada həqiqətən buluddan söhbət gedir. Amma sinif sakitdir deyəndə metonimiya nümunəsində sinifdən söhbət getmir, sinifdəki şagirddən söhbət gedir. Altda başqa məna yatır. Belə hallarda sən metonimiya götürəcəksən. Amma buludlar ağlayır olacaq sənin üçün metafor nümunəsi. Daha sonra metonimiyanın bir növü də var, sinekdoxa. Bu müstəqil bədii təsvir vasitəsi deyil. Metonimiyanın növü kimi biz bunu öyrənirik. Və sinekdoxada bir çox əlamətlər ümumiyyətlə bir sözdə özünü cəm eləyir, bir sözdə göstərir. Məsələn, tutaq ki, əvvəl məsələn polis məmurları olurdu, saqqalını belə kəsirdilər. Onların məsələn bir çox xüsusiyyətləri artıq həmin saqqalda məsələn birləşirdi. Bir nəfərə deyirdin ki, yarım saqqal bura gəl görüm. Yarım saqqal deyəndə artıq biz bilirdik kimdən söhbət gedir, hansı xüsusiyyətləri özündə birləşdirən insandan söhbət gedir. Və yaxud da ki, məsələn dördgöz, məsələn çox oxuyan uşaqlar, çox savadlı uşaqlara dördgöz deyirdilər bir vaxtlar. Təbii ki, buna qatılmıram. Dördgöz deyirdilər, artıq kiməsə dördgöz deyəndə müəyyən qədər beynində təəssürat yaranırdı ki, söhbət necə tip insanlardan gedir. Bu tipli nümunələrimiz sinekdoxa hesab olunacaq. Bu da metonimiyanın bir növüdür dediyimiz kimi, çünki yenə ad dəyişdirilir, bir söz deyirsə altında başqa mənalar yatır. Son olaraq, bədii təsvir vasitələrimizin sonuncu növü simvoldur. Simvol rəmz gizli işarə mənasındadır. Bizim bildiyimiz simvollar, məsələn, ədəbiyyatımızda türkü hiləgərliyin, şir gücün, cəsarətin, göyərsiz sülhün rəmzidir.
Və əsərlərdə də bu motivdə işlənəndə biz buna simvol kimi götürəcəyik. Və simvol ümumiyyətlə bizdə suallarda bizi çox belə narahat edən mövzu tipi deyil. Sadəcə bir şey yada saxlayaq ki, İsmail Şıxlının Dəli Kür əsərində bu arada Dəli Kür əsərində Dəli Kür adının özü simvol hesab olunur. Çünki bu Azərbaycan xalqını simvolizə edir. Necə? Dəli Kür daim belə dəniz dalğalar belə enir, düşür və orada çoxlu proseslər, hadisələr baş verir deyə. Həmin dövrdə Azərbaycan xalqının həyatı da Dəli Kürün dalğaları kimi Dəli Kürə bənzəyirdi deyə. Müəllif Dəli Kür deyəndə Azərbaycan xalqını simvolizə edir. Dəli Kür ümumi simvol oldusa, bəs dəli sözü nə olacaq burada? Necə sualına cavab verir? Eyni zamanda məcazi mənalı. Çünki kür həqiqiliyində dəli ola bilməz. Həm məcazili, həm də necə sualına cavab versə, epitet götürəsən bunu. Yəni dəli epitetdir, dəli kür bir yerdə isə simvoldur. Bunu yada saxla, çünki testlərdə dəfələrlə gözdəydi. Dəfələrlə qarşımıza çıxan məqamlardan biridir bu da. Belə, bəzi təsvir vasitələrimiz bitdi. Burada bəzi qaranlıq məqamlar var. Onlar hansılardır? Məsələn, təşbihlə metaforun fərqləndirilməsi. Gəlin nümunəyə baxaq. Məsələn, deyirəm ki, dənizlər Leylidir. Yəni, Leyli insan adıdır, bir varlıqdır. Mən dənizləri Leyliyə bənzədirəm. Bu təşbihdir. Amma meşə laldır sözündə isə biz bunu metafor götürürük. Niyə? Axı cümlə tipləri bənzəyir bir-birinə. Məsələ burasındadır ki, dənizlər Leylidir deyəndə Leyli bir varlıqdır. Dəniz də bir varlıqdır. Yəni, ikisi də Azərbaycan dilçiliyi mövqeyinə yanaşan əşyadır. Yəni, mən bunun da adını çəkmişəm, bunun da adını çəkmişəm. Həm bənzəyənin, həm də bənzədilənin adı burada çəkilib. Həm bənzəyən, həm bənzədilən olanda biz bunlara deyirik təşbih. Ona görə təşbih nümunəsi götürdük. Amma meşə laldır deyəndə, məsələn, mən bənzəyən adını çəkmişəm, meşənin adı çəkilib. Amma lal bir varlıq deyil, lallıq bir xüsusiyyətdir. Məsələn, Leyli bir varlıq idisə, lal onun kimi deyil axı. Lal bir xüsusiyyət olduğu üçün, burada bir xüsusiyyət köçürülüb meşəyə. Köçürülmə baş verdiyi üçün olacaq nümunəmiz metafor. Əgər lal yerinə bir insan adı yazılsa, məsələn, meşə Məcnundur, Məcnun bir varlıqdır, o da təşbih olacaqdır. Amma lal xüsusiyyətdir deyə metafor götürdü. Bunu belə yada saxlayaq, bu bir təməl fərqdir. Yəni, ikinci nümunələrimizə baxaq. Məsələn, buludlar ağlayır metafordur, Bakı ağlayır metonimiyadır. Niyə? Çünki bu metaforla metonimiyanın fərqləndirilməsidir. Buludlar ağlayır deyəndə elə söhbət buludun özündən gedir. Mən buludun özünü nəzərdə tuturam. Yəni, yağış yağır, deyirəm, bulud ağlayır. Buludun altında başqa bir məna yatırsa, siz deyin mənə. Buna görə buludun özündən söhbət gedir deyə bu oldu metafor. Amma Bakı ağlayır deyəndə Bakıdan söhbət getmir. Bakının altında yatan mənadan, yəni insanlardan söhbət gedir deyə, yəni Bakıda yaşayan insanlar ağlayır mənasında, kimsə rəhmətə gedib ola bilər, Allah göstərməsin. Burada artıq insandan söhbət getdiyi üçün mən metonimiya ona deyəcəyəm. Yəni, metonimiya ilə metaforun fərqi budur, təşbih ilə metaforun fərqi də tam olaraq burasındadır. Ümid edirəm ki, bəzi təsir vasitələri sizə aydın oldu. İndi isə keçirik sizinlə bədi ifadə vasitələrinə görə bədi ifadə vasitələrimiz hansılardır? Bədi ifadə vasitələrimiz, deməli, digər adları sintaktik fiqurdur. Testə düşəndə bilin, bədi təsvir yox, bədi ifadə vasitələrinə sintaktik fiqur deyirik. Və bədi təsvir vasitələrindən fərqli olaraq, bədi ifadə vasitələrində məcazlığın olması şərt deyil. Yəni, bədi təsvir vasitələrində mütləq məcazilik var. Amma bədi ifadədə isə başqa şeylər, məsələn, təkrarlanan sözlər ola bilər, bədi ifadə götürə bilərsən. Bir də bədi ifadə vasitələri cümlə formasında da özünü göstərə bilər. Bədi təsvir vasitələri daha çox söz formasındadır. Amma sən böyük bir cümlədə bədi ifadə vasitəsi tapa bilərsən. Bizim bədi ifadə vasitələrimiz burada gördüklərinizdir, 7 dənədir. Gəlin bunlara bir-bir baxaq. Birincisi bədi sualdır. Bədi sual nədir? Bədi sual cavab tələb eləməyən sualdır. Yəni, belə deyək də, cavab tələb eləməyən, yəni cavab almaq məqsədi ilə verilməyən sualdır. Məsələn, tutaq ki, Məhəmməd Füzuli məni candan usandırdı, cəfadan yar usanmazmı deyir, sual verir. Yəni, məni canımdan bezdirdi, bu zülümdən, bu cəfadan yar özü bezməzmi deyir. Bu sual əslində bədi sualdır. Niyə? Çünki Məhəmməd Füzuli bunun cavabını almaq üçün bu sualı vermir. Sadəcə çəkdiyi acını, çəkdiyi cəfanı qarşı tərəfə oxucuya göstərmək üçün cümlə tipini sual formasında qurur. Və ona görə də yadda salıb, biz sualı iki niyyətlə qarşı tərəfə verəcək. Ya cavab almaq üçün, ya da ki, bir şeyi başa salmaq üçün. Sən bir şey başa salmaq üçün sual verirsənsə, cavabı yoxdursa, yəni cavab tələb eləmirsə, bədi sualdır. Bədi təcad nədir? Cümlədə əks mənalı sözlərin işlənməsidir. Yəni, cümlədə zid ideyaların, zid mənaların işlənməsidir. Yəni, təzad sözü zid sözü ilə
eyni kökdən gəlib ərəb qrammatikasından bizə. Ona görə də zidd deməkdir. İndi burada təməl məsələ nədir? Mütləq deyil ki, sənin cümləndə antonim sözlər işlənsin təzadın yaranması üçün. Əks-mənalı fikirlər də ola bilər, təzad kimi işlənə bilər. Məsələn, deyirəm ki, mən sənin qapıva 100 dəfə elçi gəldim, sən mənə bir dəfə hə demədin. Burada antonim yoxdur, amma ziddiyyət var. Mən elçi gəlmişəm, sən hə deməmisən. Bu da bədii təzad nümunəsidir. Və yaxud da ki, məsələn, deyirəm ki, səhər gülürəm, gecə ağlayıram. Bu da bədii təzaddır. Səhərlə gecə gülürəm, ağlayıram. Təzad nümunələri götürə bilərsən sən bunları. Sonra təkrir gəlir. Təkrir nədir? Misrada, beytdə, bəndə təkrar olunan sözlər. Təkrirlə təkrarı yadda saxlayaq. Yəni, təkrar olunan sözlər gördünsə bir şeirdə, bir əsərdə təkrir nümunəsidir. Sadəcə olaraq təkririn iki növü var. Bir anaforadır, bir epiforadır. Anafora əsərdə əvvəldə təkrarlanan sözlərə deyilir. Məsələn, ana, sən necə də ülvi varlıqsan. Burada təkrarlanan sözümüz anadır. Əsərin əvvəlində təkrarlandığı üçün sən bunu anafora deyəcəksən. Elə anaforada ana sözünə yadda saxlayaq, əvvəldə təkrarlanma. Amma sonda təkrarlanma olsa, epifora deyəcək biz buna. Məsələn, nümunəyə fikir verək. Deyir ki, səni gözlədim buludların üstündə, yağışların üstündə. Üstündə sözdən fikir verək, təkrarlanıb da, elə deyilmi? Sonda təkrarlanıb deyə biz buna deyəcəyik epifora nümunəsi. Və hökmən deyil ki, sənin təkririn bir misrada olsun. Belə də ola bilər təkrir nümunəsi. Məsələn, bir misra, iki misra, üç misra. Təkrir nümunəsi belə də ola bilər, belə də ola bilər. Yəni, eninə də təkrarlana bilər, uzununa da təkrarlana bilər. Onun yəni bizim üçün elə bir ciddi önəmi yoxdur. Əsas odur ki, biz görək təkrarlanma var ya yoxdur. Əvvəldə olsa anafora, sonda olsa epifora deyəcəksən. İndi isə davam edək sizinlə kinayə ilə. Kinayə, ironiya nə deməkdir? Yəni mətnaltı mənada işlənən cümlələrə və sözlərə kinayə deyilir. Yəni sən bir söz deyirsən, birini tərifləyirsən, amma əksinə onun mətnaltı mənasında onu türklər demiş görmürsən. Və kinayənin ən kəskin formasına təriz deyilir. Bunu yadda saxla, nəzəriyyə suallarına qarşımıza çıxa bilər. Məsələn, gücsüz bir insan var, sən ona deyirsən ki, sən şir kimi güclüsən maşallah. Əslində ona söz atmaq üçün bunu edirsən. Bu kinayədir. Və yaxud da ki, məsələn, qız girir sinifə, şagirddir. Başqa bir şagird ona deyir ki, sənin nə qəşəng saçların var. Amma halbuki o qızın saçlarında tökülür də, saçlarında problem var. Bu qız da onu yandırmaq üçün, ona söz atmaq üçün bunu deyir. Buna da biz kinayə deyəcəyik. Ya da ki, məsələn, bir insan axsiya yeriyir. Məsələn, sən də gəlib ona deyirsən ki, maşallah, nə qəşəng yerirsən. Kinayə formasıdır bu. Əsərlərdə də kinayə özünü belə hallarda göstərir ki, məsələn, bir şeyin əksinə, tam əks mənalı bir söz deyərək qarşı tərəfi sancmağa çalışırsan. Sonra, litota nədir? Litota isə kiçiltmə deməkdir. Bir şeyin mənasının əsərdə həddən artıq kiçildilməsinə deyilir litota. Məsələn, nümunə olaraq fikir verən nümunələrimizdə deyir ki, o qədər arıqlanmışdı ki, üzüyün halqasından keçərdi. Yəni, üzüyün halqası bir yerdə balaca olur. O qədər arıqlamışsa, oradan keçirsənsə, deməli, mən kiçiltmişəm də sənin arıqlama prosesidir. Və yaxud da ki, məsələn, onları qarışqa kimi əzdilər. Bu cümlədə də bir kiçiltmə var. Yəni, sən onu gömmürsən də, yəni bir qarşı tərəfin qoşununu qarışqa kimi əzmirsənsə, burada mənfiyə yönümlü bir kiçiltmə anlayışı özünü göstərir. Mübaliğə isə litotanın tam tərsi şişirtmə deməkdir. Bir şeyin mənası hədsiz dərəcədə şişirtməyə mübaliğə deyilir. Məsələn, ona elə bir yumruq vurdu ki, göyün 7 qatından keçdi. Burada şişirtmə var. Hətta Dədə Qorqudda Qazan xanın evin yağmalanması boyunda o qarıcı çobanın sapandığından danışır. Deyir ki, məsələn, sapandığından bir daş atardı göyə. Məsələn, o uzun müddət yerə düşməzdi, düşdüyü yerdə ot bitməzdi. O daşın düşdüyü yerə qoyunlara ot deyəndə canavar gəlib qoyunlara yaxınlaşa bilməzdi həmin daşın qorxusundan. Burada da bir şişirtmə vardı. Çünki reallıqda belə bir şeyin olması mümkün deyil. Yəni, şişirtmə mübaliğə də budur. Yadda saxlayaq. İndi burada belə bir məqam var. Bizdə kimi qoşması həm təşbihdə işlənə bilər, həm də litotada, yəni kiçiltmədə işlənə bilər. Bəs mən hardan biləcəm o təşbihdir yoxsa litotadır? Yadda saxla, məna qüvvətləndirsə təşbih götürəcəksən. Məsələn, deyirəm ki, belə bir cümlə sizin üçün yazaq bura. Məsələn, qılınc, məsələn, bıçaq kimi itidir. Deyirəm ki, bıçaq
qılınc kimi itidir. Gəlin nümrələrimizə baxaq. Deməli, qılınc bıçaq kimi itidir deyəndə normalda qılınc daha iti olur, yoxsa bıçaq təbii ki qılıncdır, çünki o döyüş alətidir. Sırf birbaşa döyüş meydanında istifadə olunur. Əgər mən qılıncı onda bıçağa bənzədirəmsə, deməli qılıncın o itiliyini azaltmış oluram. Çünki qılınc normalda daha iti olmalıdır. Bu litotadır. Kimi qoşması da var. Amma bıçaq qılınc kimi itidir deyəndə, bıçaq normalda qılıncdan daha az itidir. Amma mən qılınca bənzədəndə onun itiliyini daha da qabartmış oluram. Belə hallarda sən buna deyəcəksən təşbeh. Yəni, bir şey mənasından qüvvətləndirdimsə, yüksələn normada onu bənzətdimsə təşbehdir. Amma onu alçaltdımsa, dəyərini aşağı salaraq bənzətdimsə litota nümunəsidir. Hər ikisində də kimi var. Yəni, sən kimi görəndə mübaliğə götürmürük. Mübaliğədə də şirtmə var, təşbehdə də müəyyən qədər var. Yadda saxla, mübaliğədə kimi olmur. Kimi oldusa, gördünsə kimi sözünü qoşmasını sən ya litota ya təşbeh götürəsən, bənzətmə varsa, məcazlıq varsa. Dediyim kimi, aşağı saldımsa litota, qaldırdımsa dəyərini yuxarı təşbeh olmuş olacaq. Gələk inversiyaya, sonuncusuna. Deməli, inversiya nədir? İnversiya cümlə üzvlərinin yerinin dəyişdirilməsidir. Azərbaycan dilində də biz bunu keçirik. Məsələn, inversiyada mən xəbəri normalda inversiyada mübtəda əvvəldə olmalıdır, xəbər sonda olmalıdır. Ortada məsələn tamamlıqdır, təyindir, zərflikdir, bu kimi cümlə üzvləri gəlməlidir. Məsələn, cümləyə fikir verək, gəlmədin söz verdiyin zamanda. Normalda əgər xəbər sondan qabağa gəlibsə, məsələn, gəlmədin xəbərimizdir də, cümlə normalda belə olmalıydı. Söz verdiyin zamanda gəlmədin. Mən gəlmədimi qabağa gətirmişəmsə, burada inversiya var artıq. Və yaxud da ki, hamı getdi sən gedən yerə. Burada cümlə necə olmalıydı? Hamı sən gedən yerə getdi. Xəbər yəni sonda olmalıdır. Mən yenə də xəbərimi əvvələ gətirmişəmsə, hər hansı bir cümlə üzvündən qabağa gətirmişəmsə, inversiya nümunəsi hesab olunacaq. Bircə xitabda ehtiyatlı olaq, xitabın yerini dəyişməsi inversiyanı dəyişmir. Məsələn, Asəf evə gəl desəm, və yaxud da evə gəl Asəf desəm, heç bir fərq yoxdur. Çünki orada Asəf xitabdır və xitab olduğu üçün də xitabı xəbərdən əvvələ və sonra gətirmək inversiya yaratmır. Bunu da yadda saxlayaq. Bu belə. İzahımız bu qədərdir. Ümid edirəm ki, izahın sizə faydası toxunar. Çünki bir sıra önəmli məqamlara toxunduq burada. Bunun testlərini mütləq şəkildə işləyin. Çünki bəli təsir ifadə vasitələri elə bir anlayışdır ki, test işlədiksə siz burada təkmilləşəcəksiniz. Videonu da bəyənməyi, kanala abunə olmayı yaddan çıxarmayın. Növbəti çəkilişlərdə görüşənədək hələlik.